İşlər vaxtı Bakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. 28 may küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Mercedes markalı 2 avtomobil toqquşub. Daha sonra Mercedeslərdən biri yol kənarında dayanan Hyundai markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki Mercedesin sürücüsü, eləcə də Bakıya toya gələn Ağdam rayon sakinləri, bir ailənin üzvü olan Əflatun Manafov, onun həyat yoldaşı Xırda Manafova, oğlu Elnur Manafov və onun həyat yoldaşı Ülviyə Manafova xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bir Salih şəhər klinik xəstəxanasına çatdırılıblar. Onlardan Əflatun Manafov və onun gəlini Ülviyə Manafovanın xəsarətləri daha ağırdır. Sürücülərin vəziyyəti isə yüngül olduğundan palataya yerləşdirilməyiblər. Nəsimi rayon polis idarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə taksi fəaliyyəti ilə məşğul olan Mercedes 28 may küçəsi ilə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qadağanedici işığına məhəl qoymayıb və Azadlıq prospekti ilə yaşıl işıqda hərəkətdə olan digər Mercedesi vurub. Çəkiliş qrupu hadisə yerinə gələnə qədər taksi fəaliyyəti ilə məşğul olan avtomobil qəza yerindən aparılmışdı. Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisənin dəqiq səbəbi təhqiqatın gedişində məlum olacaq.